Bugün sizə rüsvay olmuş bir prokurordan danışımmı? Deyəcəklərim kompromat deyil. Qalmaqaldan da betərdir. Sənətli, sübutlu biabırçılıqdır sadəcə. Xalqımızın, dövlətimizin qəsdinə duranları zaman özü ifşa edir. Əslində belələrini biz çox görmüşük. İnsanlıq adına, hüquq adına, ədalət adına ləkə olanların hansı hoqqalardan çıxdığını çox yaxşı bilirik. Elə onları himayə edənləri də biz tanımırıq. Biz haqqımızı tələb edəndə rişxəndlə gülümsəyirdilər. Amma bu dünyada ilahi ədalət var. Gec-tez bütün paxırlar açılır, bütün maskalar yırtılır. Tədricən də olsa ədalət öz yerini tutur. Biz 2-ci Qarabağ savaşında ədalətli qələbə qazandıq. Ədaləti öz gücümüzlə qazilərimizin, şəhidlərimizin qanı hesabına təmin etdik. Nəticədə Cənubi Qafqazda yeni reallıq yaranıb. Baş nazirin müavini Şahin Mustafayevin bu günlərdə İrəvana etdiyi səfərdən agahsınız. Həm Azərbaycanda, həm də Ermənistanda böyük rezonans doğurdu. Şahin Mustafayev Azərbaycan və Ermənistan respublikaları arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. Həmin komissiyanın 13-cü iclası Ermənistanda keçirildi. Əlbəttə, məsələ kifayət qədər həssas və ziddiyyətlidir. Ermənistanla sərhəd cizgilərimiz qısa zamanda, yəni 1-2 ayın içində dəqiqləşməyəcək. Ancaq uzun müddət qeyri-müəyyən də qalmayacaq. Ən önəmlisi budur ki, qeyri-müəyyənliyi aradan qaldırmaq üçün rəsmilərimiz artıq Ermənistanla birbaşa danışırlar. Danışıqlar ya Azərbaycanda, ya da Ermənistanda aparılır. İstiqamət düzdür. Azərbaycan hədəfləyir ki, Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən quru yolla Türkiyəyə çıxsın. Qərbə iqtisadi magistral əldə etsin. Dəmir yumruğun sayəsində ermənilər də ağıllarını başına toplayır və anlayırlar ki, onların müstəqilliyinə potensial qəs mənbəyi Azərbaycan deyil. Tam əksinə, Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq Ermənistanı həm daxili, həm də xarici təhdidlərdən qoruyan strateji qonşudur. Ermənistanda daxili vəziyyət iyunun 7-sində keçiriləcək parlament seçkiləri kontekstində gərginləşir. Seçkilərdə iştirakla bağlı sənəd qəbulu artıq başa çatıb. Revanşist qüvvələr Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün pul kisələrinin ağzını açıblar. Rusiyada zənginləşmiş erməni biznesmen Samvel Karapetyan Kreml tərəfindən Ruben Vardanyan layihəsinin davamı olaraq siyasi vitrinə çıxarılıb. Seçkilərin nəticələrinin saxtalaşdırılacağı bəhanəsi ilə onun İrəvanda hərbi çevrilişə hazırlıq gördüyü iddia edilir. Saxtakarlığı isə iş növbədə özü edir. Karapetyanın adından Ermənistanda seçki rüşvətləri verilir. Artıq seçki rüşvətinə görə İrəvanda həbs olunanlar var. Güman edilir ki, Ermənistanı tərk edərək Rusiyaya üz tutmuş təxminən 100.000 migrantın Samvel Karapetyanın blokunu dəstəkləmək üçün səsvermə ərəfəsində İrəvana yaxud digər marzilara qayıdışı təşkil olunacaq. Karapetyan Ermənistanın yenidən türkləşməsindən, Zəngəzurun itirilməsi təhlükəsindən danışaraq revanşist qüvvələri öz ətrafında cəmləyir. Kaluqa oliqarxı kimi tanınan Karapetyana Paşinyanı müdafiə edən Vətəndaş Müqaviləsi fraksiyasının rəhbəri Hayk Konçaryan sərt reaksiya verib. Onun sözlərinə görə bu cür bəyanatlarla əvvəllər Robert Köçəryan və Daşnaqlar çıxış ediblər. Fraksiya rəhbəri qeyd edib ki, Karapetyan hazırda siyasi isteriyanın sönməkdə olan məşəlini Robert Köçəryanın əlindən almağa cəhd edir. Anti-Azərbaycan və yazıq Ermənistan isteriyasına qərbdə də düçar olanlar az deyil. Azərbaycan və Türkiyə düşmənçiliyi üzərində qurulmuş Daşnaq ideologiyasının iflasa uğraması qərbdəki erməni diasporunun aktuallığını azaldır.
Qərbdəki erməni diasporası ciddi maliyyə imkanlarına malikdir. Ermənipərəst lobbi təşkilatları Amerikada, Avropada hər zaman müxtəlif fiqurları ələ almağa səy göstəriblər. Azərbaycan və Ermənistanın sülh gündəminə köklənməsi həmin riyakar, çirkli, muzlu fiqurları böyük məbləğdə maliyyə itkisinə məruz qoyur. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Thomas'ın video görüntüləri daha bir dəfə sübut edir ki, Azərbaycana və Cənubi Qafqazda regional sülhə qarşı kampaniya aparanlar əslində münaqişədən, müharibədən, insan faciələri üzərindən cib doldururmuşlar. Bu deyus prokuror Qarabağın işğaldan azad edilməsini 7 avqust 2023-cü ildə Artsaq soyqırımı adlandırmış və 28 səhvəlik ekspert rəyi ilə çıxış etmişdi. İstər tarixi, istər faktoloji, istərsə də hüquqi baxımdan tam bir saxtakarlıq, tam bir nadürüstlük bəlgəsi idi. Rüsvay olmuş bu Argentinalı sabiq prokurorun özünün dosyası isə başdan ayağa çirkabdır. Təcavüz və korrupsiya ithamları ilə doludur. Onun daxil olduğu şəbəkədə Avropa Birliyinin xarici əlaqələr üzrə sabiq və güya yüksək təmsilçisi Josep Borrellin olması da qətiyyən təəccüblü deyil. Josep Azərbaycana qarşı həmişə qərəz püskürüb. Amma diqqət edin, bugün onun adı Nikol Paşinyanın, Ermənistanın Qərbin dəstəklədiyi baş nazirin devrilməsi senarisinin mərkəzində çəkilir. İlk baxışdan təəccüblü odur ki, Borrellin bu mövqeyi, eləcə də onun kimilərinin sayəsində Azərbaycan əleyhinə Avropa Parlamentində qəbul olunan qətnamələrin məzmunu ilə Kremlin narrativləri fərqlənmir. Bilirsiniz ki, aprelin 28-də Avropa Parlamentində Ermənistanda demokratik sabitliyin dəstəklənməsi ilə bağlı qətnamə qəbul edilməsi üçün birgə təklif verilib. Həmin qətnamə mətnini diqqətlə oxumuşam. Orada Azərbaycan tərəfindən əsla qəbul edilə bilməyəcək 2 bənd var. 12-ci və 13-cü bəndlər. Kifayət qədər əsassız, qərəzli və məkirli iddialardır. Əvvəla hazırda Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ adlı bir inzibati vahid yoxdur. Olmayan inzibati ərazidə erməni vətəndaşlarımız da yoxdur. Onlar könüllü şəkildə təklif olunan reinteqrasiya layihələrinə qoşulmaqdan imtina edərək Ermənistana çıxıb gediblər. Əksəriyyəti daha əvvəl Ermənistandan vətəndaşlıq aldığından qaçqın statusları yoxdur, qaçqın statusları olmadığı üçün də qayıdış hüququna sahib deyirlər. Digər tərəfdən, fərz edək ki, bir daha təkrar edirəm, fərz edək ki, bir qrup erməni Azərbaycana qayıtmaq istədi, rəsmi Bakıda bu istəyə müsbət yanaşdı. Bu niyə beynəlxalq zəmanət altında baş verməlidir? Hansısa əcnəbi Azərbaycan vətəndaşlığını qəbul etmək və bizim cəmiyyətdə yaşamaq istəyəndə onun hüquqlarına Azərbaycan konstitusiyası təminat verir. Beynəlxalq gücləri yox. İddia edirlər ki, güya Azərbaycanda erməni mədəni irsi məhv edilir. Ermənilərin Qarabağda məskunlaşmasının cəmi 200 il tarixi var. Cəmi 200 il. Görəsən 200 ildə hansı mədəni irs yaradıblar ki, biz də onları hələ məhv edək. Allaha çox şükür, bugün Qarabağ işğaldan azaddır və hansı mədəni irsin məhv edildiyi də hamımızın gözünün qabağındadır. Qarabağda bir kənd, bir Azərbaycanlı evi, bir müsəlman abidəsi salamat deyil. Bu vandalizmi törədənlərin bəziləri Azərbaycan məhkəmələrində mühakimə olunub və barələrində hökm çıxarılıb. İndi həmin quldurları, cinayətkarları, sülh və insanlıq əleyhinə ağır suç işləyənləri azadlığa çıxartdırmaq istəyirlər. Qətnamənin sonraki bəndində Azərbaycan erməni əsirlərini və girovlarını ədalətsiz şəkildə saxlamaqda ittiham olunur. Kimdir əsir, kimdir girov? Bəlkə Arayekdir, bəlkə Bakodur, bəlkə Rubendir.
Xarici İşlər Nazirliyi bu barədə qətiyyətli mövqe ifadə etdi. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev çox sərrast, çox dolğun etiraz açıqlaması verdi. Son dərəcədə tutarlı cavab idi. Bəli, o qətnamənin əsas məğzi Azərbaycan məhkəmələrinin yurisdiksiyasını tanımamaqdır. Axı, o qətnamə müəllifləri kimdir ki, o ixtiyarı hardan alıblar ki, müstəqil bir dövlətin məhkəmə yurisdiksiyasını tanımayarlar. Bu cür qətnamələr, o Kampo qalmaqalı, Ermənistandakı seçkilərdə revanşistlərin təmərküzləşdirilməsi, Rusiyanın Cənubi Qafqaza yenidən diş qıcaması və Qərbdəki bəlli dairələrin fəaliyyəti ayrı-ayrı epizodlar kimi görünsə də, əslində eyni geosiyasi sistemin elementləridir. Bu naqis sistemin üzvləri Cənubi Qafqazda sülh yaranmasından əndişə keçirirlər və köhnə münaqişə mexanizmlərini yenidən işə salmaq istəyirlər. Bacarmayacaqlar. Əvvəla Ermənistan cəmiyyətində tarixi məğlubiyyət şokunun ən şiddətli çağında Nikol Paşinyan öz mövqeyini qorudu. Evlərə tabutların getmədiyi, separatizmə xərclənən pulların iqtisadiyyata yatırıldığı indiki şəraitdə onun uduzması inandırıcı deyil. Belə bir ehtimal həm də ona görə azdır ki, erməni cəmiyyəti köçəryanların, sərkisyanların, karapetyanların Rus imperiyasının dişi qırıq maşası olduğunu kütləvi şəkildə fərq edir. Revanşistlərin İrəvanda hakimiyyətə gəlməsi Azərbaycanın real prosesə çevirdiyi sülh gündəliyinə Ermənistanın tərəf olmaması deməkdir. Bu Ermənistana baha başa gələ bilər, çox baha. İkincisi, İran mövzusunu düzgün oxuyan hər kəs bilir ki, erməni revanşizminin digər himayəçisi olan Tehranda klerikal rejimin hakimiyyətdən getməsi labüddür. SSR-nin dağılmasından sonra regionda formalaşan status quo dağılır və soyuq müharibənin boşluqlarında üzə çıxmış destabililəşdirici oyunçular yeni dünya nizamının qurulması ərəfəsində yaxın şərq meydanından çıxarılır. Daha geniş regionun strateji transformasiyası Cənubi Qafqaz ölkələrini kompleks inteqrasiyaya təhrik edir. Bu müstəvidə Rusiya yönümlü qüvvələrin nə Azərbaycanda, nə Ermənistanda, nə də Gürcüstanda heç bir perspektivi yoxdur. Ən başlıcası, Azərbaycan həm Qafqazda, həm postsovet məkanında, həm də yaxın şərqdə yeni münasibətlər sisteminin qurucu mərkəzi kimi çıxış edir. İkinci Qarabağ savaşından sonra Bakı müstəqilliyini yenicə qazanmış və münaqişəyə cəlb edilmiş bir dövlətin paytaxtı deyil. Statusumuz tamam fərqlidir. Bugün Prezident İlham Əliyev regionda münasibətlərin necə qurulacağını müəyyən edən və qaydaları formalaşdıran iradənin ifadəçisidir. Bu iradə regionda 3 paralel transformasiyanı eyni anda idarə edir. 1. Təhlükəsizlik arxitekturasının yenidən qurulması. 2. Nəqliyyat kommunikasiya xəritəsinin dəyişməsi və 3. İmperial təzyiqlərin aradan qaldırılması. Bu səbəbdən Azərbaycan heç bir beynəlxalq gücün təsir zonasında olmağı qəbul etmir. Əksinə, özü təsir zonası formalaşdırmaqla geosiyasi məfkurə yaradır. Bu sözümü əsla unutmayın. Azərbaycan təkcə dövlət deyil, həm də məfkurədir.